Salam, bugün sizlərlə kvadrat köklərin birinci bölməsinə baxacağıq. Tez qaydanı təkrarlayaq, sonra baxaq. Qayda, ümumiyyətlə kök 2-nin tam hissəsi 1/4-dür, təxmin. Axı bilirsiniz, irrasional ədədlər sonsuz olan ədədlərdir. Yəni kökdən çıxmayan ədədlər sonsuz gedir. Amma siz təxmin 1/4 olacaq hissəyə qədər bilinməsinizdir. Kök 3 də təxmin 1/7-dir. Təxmin bura qədər bilin. Necə yadda saxlayın? Əsas bilin ki, bu 1/5-dən kiçikdir, bu 1/5-dən böyükdür. Çünki bəzən bunları belə müqayisə edə bilmirsiniz. Bilin ki, biri 1/5-dən kiçikdir, kök 3 1/5-dən böyükdür. İkinci qayda, cüt dərəcədirsə, yəni kökün özünün dərəcəsi bilirsiniz də 2-dir. Ona görə məsələn 3-ü kökün içinə salanda kvadrata qaldıram. Çünki dərəcəsi 2-dir. Məsələn, kökün dərəcəsi 3 olsaydı, ədədi kökün içinə salanda kuba qaldırardım. Məsələn, x-ı kökün içinə salanda kuba qaldırardım. Kökün dərəcəsi 5 olsaydı, x-ı kökün içinə salanda x üstü 5 yazardım. Aydındırmı? Ümumiyyətlə, kökün dərəcəsinin 2 olduğunu bilin. Yəni, kökün dərəcəsi cütdür. Bütün cüt köklərdə, bax, bura 4 olsa, 6 olsa, uşaqlar, bu x ancaq 0 və müsbət qiymətlər ala bilər. Baxın, mənfi olmaz. Ümumiyyətlə, bilin ki, cüt dərəcədən kökün içi mənfi olmur. Ancaq 0 olur və ya müsbət olur. Amma tək dərəcə görsəz, içi istənilən qiyməti alır. Məsələn, 3-cü dərəcədən, 5-ci dərəcədən, 7-ci dərəcədən köklər görəndə, içində mənfi 8 də görə bilərsiniz, 0 da, müsbət 8-də. Amma məsələn, cüt dərəcədən kökün içində mənfi 8 görə bilməzsiniz. Çünki qaydamız var ki, cüt dərəcədən kökün içi mənfi olmaz. Bəs moduldan çıxmağa baxaq. Biraz qalınlaşdırım, çox nazikdir. Cüt dərəcədirsə, kökün içində, bunlar ixtisar gedəndə uşaqlar modulda çıxır. Baxın, cüt dərəcə kökdən modulda çıxır. Bilirik ki, modulda məsafə deməkdir. Məsafə də hər şey həmişə müsbət götürülür. Modulda mənfi 5, müsbət 5-dir. Amma tək dərəcədə bunlar ixtisar gedəndə elə özü çıxır. Yəni, içində nə görürəmsə özünü çıxaram. Bildinizmi? Cüt dərəcə müsbətləşib çıxır, yəni modulda çıxır. Tək dərəcə amma özü çıxır. Bu, riyaziyyatın ən vacib qaydasıdır. Məxrəcdə irrasional saxlamayın. Neyləyin? Qoşmasına vurun. Məsələn, məxrəcdə kök 2 görürsünüzsə, kök 2-yə vurursunuz. Məxrəci durduq yerə kök 2-yə vurduğumuza görə sürəti də vururuq. Eyni kökə vuranda ədədin özü eləyir. Bilirsiniz nə demək istəyirəm? Sağda yazıram, baxın. Kök x-ı kök x-a vuranda x-in özü eləyir. Kök 3-ü kök 3-ə vuranda 3-ün özü eləyir. Anladınız mı? İndi kök 2-ni kök 2-yə vuranda 2 eləyir. 5/2 eləyir 2/5. Yanında da kök 2. Sonra burada da məxrəcdə kök görürəmsə nə edirəm? Qoşmasına vururam. Durduq yerə məxrəci 5 üstə gəl kök 3-ə vurdumsa, sürəti də vururam. Sürət qalır yerində. Məxrəcdə uşaqlar A çıx B, A üstə gəl B düsturu alınır. Bu düsturu görəndə çıx olan hissəyə baxıram və kvadrata qaldırıram. Kök 5-in kvadratı, bir də kök 3-ün kvadratı. Bu kvadratdır uşaqlar. Yuxarı olduğu kimi qalır. Burada da 5 çıx 3 eləyir 2. Yenə 5-i 2-yə böləndə 2/5 kənardakı yerində qalır. Aha, kökün bəzi xassələri var. Kökün dərəcəsinin, burasının dərəcəsinin 2 olduğunu demişdim. Biraz böyüdüm, baxın görün. Burası 2-dir. X-in üstündə də heç nə yoxdursa 1-dir də. Uşaqlar, üstündəki üstə qalır. Bax, kökün x-in üstündəki üstə qalır. Kökü 6-dır deyə, bax, kök 6-dır deyə altda qalır. Bunu yəni öyrənin. Məsələn, baxın, o qayda burada da var. Kökün üstündəki, ədədin üstündəki m-dir. M yuxarıda qalır. Kökün 6-nın dərəcəsi kök 6-dır deyə altda qalır. Məsələn, baxın, 2 üstü 5. 5 yuxarıdadır deyə yuxarıda qalır. Kök 6-nın dərəcəsi 7-dir deyə 7 aşağıda qalır. İndi keçək ikinci qayda ilə davam edək. Eyni kökü eyni kökə vuranda həmin ədədin özü eləyir. Vurmanı və bölməni köklərə ayırmaq olar. Gəlin, nə demək istədiyimi anladım. Məsələn, uşaqlar, kök 2 vur kök 8 verib.
Ayrı-ayrı köklər. Axı mən bunu niyə ayrı-ayrı əldə edeyim? İkisi də ikinci dərəcədən deyil. Eyni dərəcədən kökləri bitişdirmək olar. Neçə olacaq? 16. Eynən də uşaqlar parçalamaq da olur. Məsələn, kökün içində böyük bir ədəd görürsünüzsə, bildiyiniz ədədlərə parçalayın. Məsələn, nə yazın? Böyük bir ədəd yazılır, çox böyük ədəd yazılır. Siz onu bildiyiniz ədədə xırdalayıb parçalayın. Məsələn, 300-ü yazın kök altda 3 vurulsun kök altda 100. Kök altda 100-dən bilirsiniz 10 çıxır, amma kök altda 3-dən heç nə çıxmır. Qalır 10 kökü 3. Bildinizmi? Yəni, eyni dərəcədən kökləri ayırmaq da olar, birləşdirmək də olar, bölmədə də eynən. Amma toplamada və çıxmada olmaz. Qətiyyən, bunu yadda saxlayın. Toplama və çıxmanı birləşdirmək olmaz. Sonuncu qaydanı deyirəm. Eyni. Bu xassələrdən sonuncu qaydanı deyirəm. Məsələn, 5-ci dərəcədən, burada da 2-ci dərəcədən x verilib. Uşaqlar, necə üst-üstə dərəcələr vurulmurdu? 2-ni 5-ə vurun, 10. Eynən kökaltıların da dərəcəsi vurulur. 5-i 2-yə vurun, olur 10-cu dərəcədən x. Nə qədər görürsünüzsə, o qədər köklərin dərəcəsi vurulur. Məsələn, 2-ci dərəcə, 3-cü dərəcə, 7-ci dərəcə. Vurursunuz, yazmalısınız 42-ci dərəcədən. Yəni, iç-içə köklərin dərəcəsi vurulur. Gəldik ən vacib qaydalardan birinə. Qəbul sualıdır. %100 hər dəfə düşür. Bizim kvadrat düsturumuz var. Xatırlayırsınızmı? A çıx B-nin kvadrat düsturunda və ya A üstə gəl B-nin kvadrat düsturunda fərqi yoxdur. A kvadrat çıx 2AB üstə gəl B kvadrat və ya cəmini yazaq. Çıx sizi çaşdırmasın. Elə fərqini də yazaq. Göstərmək istədiyim odur ki, kvadrat düsturunda burada 2 olur. Düzdürmü? Eynən də siz kökün içində, baxın, kökün içində bir dənə də kök görürsünüz və qabağında cüt ədəd və ya 2 görürsünüzsə, ən çox 2 düşür, amma bəzən digər cüt ədədlər də düşür. Və yazıram, cüt ədədlər görürsünüzsə, ən birinci də bilirsiniz ki, cüt ədəd 2 ilə başlayır. Deməli, orada nə var? Kvadrat düsturu var. Bir də deyim, cüt ədəd görürsünüzsə, orada nə var? Kvadrat düsturu var. Gəlin bir dənə bir şey yazaq. Elə o misalı bura köçürüm, sonra başqa ədəddə işləyək. Biz də bilirik ki, kvadrat tənlik həll eləyəndə ən çox hansı teoremdən istifadə edirik? Viet teoremi. Köklərin hasili bura yazılır, cəmi bura yazılır. Viet teoreminə çox oxşuyur. Nəyi nəyə vuranda 3 eləyir, toplayanda 4 eləyir. Təbii ki, 3-lə 1-i. Amma kökün içindədirlər deyə yazırıq. Kök 3-lə kök 1. Həmişə birinci böyük kökü qeyd edirik, sonra kiçik kökü qeyd edirik. Burada çıxdısa çıx yazıram, üstə gəlsə üstə gəl yazıram. Dedik axı kvadrat düsturudur, kvadrat yazıram və kök işarəsini qoyuram yerinə. Köklə kvadrat bir-birini itirir, qalırmı kökü çıx kök 1. Belə. Burada diqqətli olun, indi bir neçə tip sual genişlədəcəm. Aha, davam edək. Məsələn, belə bir şey verilib. Kök altında, 2 kök altında. Bunu görən kim bilməz ki, içəridə kvadrat düsturu var. Məsələn, belə bir şeydir. Yenə bilməzsiniz ki, 2-ni görən kim bilirsiniz kvadrat düsturudur və bilirsiniz ki, Viet teoremi vuranda 14 eləsin, toplayanda 9 eləsin. Hansı ədədlərdir? 7 ilə 2. Və kökün içindədir deyə kökün içində yazıram. Kök 7, kök 2. Burada müsbət görürəmsə, müsbət qoyuram. Mənfi görsəm, mənfi qoyaram. Kvadrat düsturdur deyə kvadrat yazıram. Kökün içində deyə kök yazıram. Köklə kvadrat bir-birini itirir. Nə qalır? Kök 7 üstə gəl, kök 2. Anladınız mı? Niyə modulu nəzərə almırıq? Çünki böyüyü onsuz birinci yazırıq. Yəni biz garantiləyirik. Böyüyü birinci yazanda modulu yazmağa ehtiyac yoxdur. Həmişə böyük kökü birinci yazın. Birinci böyük kökü yazanda modulu yazmağa ehtiyac olmur. 7-ci qayda güvən qaydasıdır. Yəni güvənə düşür, məntiq olimpiadalarına düşür. Demin, yəni
və ya OTK-nın sisteminə, bazasına aid deyil. Baxaq suallara. Elə başlayaq birinci sualdan. A 3-dən böyük olduqda A-nın yerinə 3-dən böyük ədəd də qoya bilərsiniz. Məsələn, 4. Yenə də elə də həll edə bilərsiniz və ya əsl yolunu da deyək, yəni yuxarı sinif yolunu da deyək. Kök altında 3 çıx A-nın kvadratı çıxılsın A, çıxılsın 3. Bayaq dedik, cüt dərəcə ixtisar gedəndə nədə çıxır? Modulda. Modulda 3 çıx A, çıxılsın A, çıxılsın 3. İndi təxmin yerinə dediyə 4 qoyaq. Uşaqlar, modulun içində ədəddirsə, baxın, qiyməti varsa qiymət kimi çıxır. Baxın, sağda yazıram, diqqətli olun, çox vacib qaydadır. Modulun içində qiymət varsa qiymətli şəkildə çıxır. Modulun içində dəyişən varsa, o mütləq dəyişən olaraq çıxır. Məsələn, x-dırsa, müsbət x da çıxa bilər, verilən şərtdən asılıdır. Mənfi x da çıxa bilər. Amma dönüb bir ədəd olaraq oradan çıxmır. Yəni, biz burada A-nı 4 qəbul eləsək belə, 3-dən 4 çıxanda necə eləyir? Mənfi eləyir. Mənfidirsə necə çıxır? Yerin dəyişib çıxır. Yəni, uşaqlar, mən burada götürüb 3 çıx 4 mənfi 1, 1 yaza bilmərəm. 3 çıx A-dırsa, orada A varsa, o elə A olaraq qalmalıdır. Necə x-dırsa, x olaraq qalmır. Yəni, mən sadəcə işarəsini bilirəm. Mənfidirsə, yerin dəyişib çıxır. Sonra ardını götürürəm, çünki modulsuzdur. A-lar gedir, mənfiləri ortaq çıxaram, 3 ilə 3, 6 edir, mənfi 6. Diqqətli olun. Üçüncü sual. Yenə köklə kvadrat bunu böyütdüm. Köklə kvadrat itir modulda çıxır, köklə kvadrat itir modulda çıxır. Bax, burada kvadrat yuxarıda da çaşmayın. Burada da köklə kvadrat itir modulda çıxır. Yazıram. 3-cü modul 13. Çıx modul mənfi 8. Uşaqlar burada üstə gəldi, baxın. Üstə gəldi modul mənfi 8. Çıxılsın. Kökün kvadratı, köklə kvadrat itirir, 8 qalır. Çıxılsın, burada da mənfi 6 modulda çıxır. Biz də bilirik ki, modul məsafə deməkdir. Ona görə müsbət olaraq çıxaram. Bunu da müsbət 8 çıxaram. Bu onsuz modulsuzdur. Bunu da müsbət 6 çıxaram. 8-lər gedir. 13-dən 6 çıxanda nə qalır? 7. Diqqətli olun. 9-cu sual. P mənfilidir. Uşaqlar, cüt dərəcə ixtisar gedir. Burada P-nin kvadratı qalır. Onsuz kvadrat müsbətləşdirir. Yəni, bura dəyməyək. Burada cüt dərəcə ixtisar gedir. Modulda qalır. Modul P. Bölünsün P üstə gəl 1. Bayaq dedik. P mənfidirsə. O birlər modulsuzdur. Modulsuz olanları köçürürəm. Bir dənə modul olan diqqət edirəm. Mənfidirsə mənfi P olaraq çıxırmı? Baxın, yazıram. Çıx. P mənfi olduğu üçün mənfi P olaraq moduldan çıxır. Mənfini mənfiyə vuranda müsbət eləyir. Sürətdən P-ni ortaq çıxaranda qalır P-nin 1-i plus 1. P plus 1-lər ixtisar gedir. Qalır bir dənə P. Cavab olur P. Diqqətli olun. 11-ci. Məxrəcdə uşaqlar kök 5, kök 5 görürəm. Bəlkə 20-ni də 5 ilə nəsə yaza bilərəm. 20-ni nə yazaram? 4 vur 5. Kök altda 4-dən nə çıxır? 2. Baxın, 4 vur 5 yazdım. Kök altda 4-dən 2 çıxdı, amma kök 5-dən heç nə çıxmadı. Uşaqlar, biri neynəsək? Biri ixtiyari dərəcədən kökə salsaq da, biri ixtiyari dərəcədən qüvvətə qaldırsaq da, həmişə cavabı nədir? 1-dir. Yəni, bu 1-ə baxmıram, elə 1 olaraq yazıram. Amma aşağıdakı kök 5 qalır. Bir dəqiqə, 8-i 2-yə böləndə 4 eləyir. Yazıram, 10 böl kök 5. Çıx 4 böl kök 5, çıx 1 böl kök 5. Onsuz ortaq məxrəcdir. Kök 5-ləri ortaqlaşdırıram. 10 çıx 4 çıx 1. O da edir 5. 5 böl kök 5. Bayaq dedik. Məxrəcdə kök görəndə qoşmasına vurmalısınız. Məxrəci kök 5-ə vurdumsa sürəti də kök 5-ə vururam. Sürətdə alınır 5 kök 5, məxrəcdə alınır 5.
5-lər ixtisar gedir. Cavab nə qalır? Kök 5. Diqqətli olun. Bunu belə xırdalayıram ki, çaşmayın. 13. Nəyisə nə iləsə ifadə eləyin deyəndə hər dəfə deyirəm. Hər dəfə deyirəm. İfadə edin deyəndə. Məsələn, atamın yaşını mənim yaşımdan ifadə edin deyəndə və yaxud nəyinsə sahəsindən ifadə edin deyəndə bölürsünüz. Ki, görək 2 dəfəmi böyükdür? Məsələn, 2 dəfə böyüksə y bərabərdir 2 dənə x yazasınız. Nə bilim, 3 dəfə böyüksə y bərabərdir 3x yazasınız. 7 dəfə kiçikdirsə x böl 7 yazasınız. Yəni, mütləq nə etməliyik? Bölməliyik. İndi deyir, A-nı B ilə ifadə edin, A-nı B-yə bölək də. A 10 kök 3-dür. B də ki, uşaqlar, vergüldən sonra bir dənə ədəd görürsünüzsə, 10-da 3-dür. Yazıram 10-da 3. Uşaqlar, bayaq dedim, ikisi də kökdürmü? Bunu bir dənə kökün içinə sala bilərəm də. Aşağıdan yazıram. 10 qalır qabaqda. Bunu bir dənə kökün içinə salıram, yazıram. 3 böl 10-da 3. Bax, bölməklə yazıram. Böləndə nə edirdik? Tərsinə çevirib vururduq. 3-ü 3-də 10-a vururam. Məxrəc yoxdursa məxrəcə 1 deyirəm. 3-lər ixtisar gedir. Burada kök 10 qalır. Cavab olur 10 kök 10. İndi bir dənə baxın görün. A-nı B-yə böləndə cavabı tapdım ki, 10 dənə kök 10. Yenə məxrəc yoxdursa məxrəcə 1 deyirəm. Kəsir görəndə çarpaz vururam. A bərabər olur 10 dənə kök 10 dənə B. Bildiniz, çarpaz vurun. Görün hardadır? Y variantında. 21-ci sual. Deyir A-nı vuruğun kökü, oxuyamadım. İfadəsində vurğu kök işarəsinin altına salın. Yəni A vurğunu deyir kökün içinə salın. Bayaq dedik. Kökün dərəcəsi 2 olduğu üçün kvadrata qaldırıb salacağım. 3 olsaydı kuba qaldırardım. Yazıram. Bu A-nı uşaqlar kvadrata qaldırıb içəri salacağım. Bunu kvadrata qaldıram. Olur nə? A-nın kvadratı. Onsuz 7 böl A içəridə idi. Məxrəc yoxdursa məxrəcə 1 deyirəm. A-lardan biri gedir, biri qalır. Qalır 7 dənə A. Kök altında 7 dənə A. A variantı. Aydındırmı? Diqqətli olun. Amma desəydi ki, A mənfidir, çox vacib nüans deyirəm. Mənfi ifadələr mənfisini kökün önündə buraxır, içəri girir. Bildinizmi? Məsələn, A mənfi olarsa, kökün içinə girmək istəyərsə, təbii ki, kvadrata qalxacaq, amma mənfisini çöldə qoyub kökün içinə girəcək. Mütləq diqqətli olun. Sonra 23. Cüt dərəcədən kökün içi necə olmalıydı? Mənfi ola bilməz. Cüt dərəcədən kökün içi mənfi olmaz. Mənfi olmazsa 0 və müsbət ola bilər. Yazaq. Yazaq ki, 23-də. Mənfi 10, üstə gəl 5x, 0 və müsbət ola bilər. 5x-i burada saxlayıram. Mənfi 10 o ilə keçirəndə müsbət 10 olur. Onu 5-ə böldü 2 eləyir. 2-dən böyük ədədlər 2-dən müsbət sonsuzluğa qədər. Yəni müsbətə qədər böyüyür də, çoxlu böyüyür. 2-nin özünü də alır. Çünki 2-ni qoysam 0 eləyir, 0 alır. 25 qəbul sualıdır. Çox diqqətli olun, çox diqqətli olmalısınız. Buna aid bazada nə qədər sual var? Kök 2 bayaq dedik ki, təxmin olaraq neçədir? 1/5-dən kiçik, yəni 1/4. Bu təxmin 1/4 çıx 1-dir. Kök 5-dir uşaqlar, bildiyimiz köklərdən hansına yaxındır? Kök 4-ə. Kök 4-dən biraz böyükdür. Kök 4-dən neçə çıxır? 2. Bu da 2-dən biraz böyüksə 2/2 götürürəm. Bildinizmi? Kök 5 kök 4-dən böyükdür. Yəni 2-dən biraz böyük. 2/2. Üstə gəl 1 var, yazıram ora. Uşaqlar, bu nöqtə da, yəni bunu qarışdırmayın. 2 dənə ayrı-ayrı ədəddir. İndi 1/4-dən biri çıxanda 0/4. Bunu qırmızı ilə qoyum ki, vergüllər qarışmasın. 2/4-ün üstünə 1 gələndə 3/2. Deyir, bu aralıqda neçə dənə tam ədəd var? Bu aralıqda 1 var, 2 var, 3 var. Yəni 3 dənə tam ədəd var. Diqqətli olun. 35. Kök altda 19-un kəsir hissəsi ilə. Ümumiyyətlə, nəyinsə kəsir hissəsini necə tapırdıq? Kəsir hissəni tapanda verilən ifadədən tam hissəsini çıxırdım da, qalsın görüm kəsir hissəsi. Verilən nədir? Kök altda 19. Deyir, kök altda 19-un.
Yazıram, kəsir hissəsini tapmaq istəyirəm. Veriləndən tam. Kök altda 19 bildiyimiz ədədlərdən, bildiyimiz köklərdən kök altda 16-dan biraz böyükdür. Kök altda 16-dan 4 çıxır. 4-dən biraz böyük 4 onda 2 götürək. Aydındırmı? Bir də deyim. Kök altda 19 kökdən çıxan ədədlərdən kök altda 16-dan biraz böyükdür. Kök altda 16-dan 4 çıxır. 4-dən biraz böyük 4 onda 2. 4 onda 2-nin tam hissəsi neçədir? 4. Axı biz tam çıxmalıyıq. Kök altda 19 çıx 4. Və ya uşaqlar heç bu qədər dərinə getməyin. Elə demirik tam hissəsi 4-dür. Kök altda 16-ya yaxındır da tam hissəsi 4-dür. İndi deyir ki bunu kök altda bax kəsir hissə bu tapdıq budur. Deyir kök altda 19 üstə gəl 4-ə vurun. Biz də bilirik ki A çıx B, A üstə gəl B düsturunda çıx olan hissəyə baxıb kvadrata qaldırırıq. Kök altda 19-un kvadratı bir də 4-ün kvadratı. Burada köklər etir 19 qalır. Burada da 4-ün kvadratı 16 eləyir. Cavab neçə olur? 3. Diqqətli olun, sadə sual idi. 45-ci sual. Uşaqlar, köklə kvadrat itir nədə çıxır? Modulda. Modulda kökü çıxılsın 7. Bayaq özümüz dedik, kök altda 3, 1 onda 5-dən biraz böyükdür. Məsələn, 1 onda 7 götürün. Nə götürürsünüz? Götürün. 7-dən 1 onda 7-ni çıxın. Mənfi 5,3. Bildinizmi? Amma modul mənfini neynir? Udur. Olur 5 onda 3. 5 onda 3 hansı 2 dənə tam ədədin arasındadır? 5 ilə 6-nın. 5 onda 3, 5 ilə 6-nın arasındadır. Bir dənə də diqqətlə baxın özünüz. Modul məsafə deməkdir. Mənfini yox eləyir. 5 onda 3 qalır. 5 onda 3 də 5-dən böyükdür, 6-dan kiçikdir. Baxaq 49-a. Uzun veriblər. Uzun görüb qorxursunuz. Amma uzun misallar əslində daha sadə olur. Özləri elə o qədər böyük veriblər. Qayda yenə eynidir. Kökün içi deyilmi? 49-da böyük bir dənə kök çəkirəm. Məxrəcdə kök görəndə bir dənə qaydamız vardı. Uşaqlar, nə edirdik? Qoşmasına vururuq. Məxrəci durduq yerə. Bir dənə bura baxın, bunu böyük çəkim. Məxrəci durduq yerə vururamsa kök 7 üstə gəl kök 6-ya, onda sürəti də vurmalıyam da tarazlansın. Yoxsa ifadə dəyişər axı. Sürətdə də onsuz kök 7 üstə gəl kök 6 var idi. Ardını da köçürmək istəyirsiniz. Burada da məxrəcdə kök 7 üstə gəl kök 6 var. Mən bunu nə etməliyəm? Məxrəcdə kök görəmsə qoşmasına vurmalıyam. Durduq yerə bunun qoşmasına nəyəsə vurdumsa məxrəci, sürəti də vurmalıyam. Sırf bunu. Sürətin özündə də kök 7 çıx kök 6 var. İndi baxaq. Uşaqlar. Burada kök 7 üstə gəl kök 6-nı eyni şeyə vuranda kvadrat eləyir. Yuxarıda alınır kök 7 üstə gəl kök 6-nın kvadratı. Ümumi bir dənə kökdür. A çıx B, A üstə gəl B düsturunda çıxa baxırıq və kvadrata qaldırırıq. Kök 7-nin kvadratı 7-dir. Kök 6-nın kvadratı 6-dır. Çıxılsın. Burada eyni şeyə vuranda kvadrat eləyir. Sürətdə alınır kök 7 çıx kök 6-nın kvadratı. Məxrəcdə A çıx B, A üstə gəl B düsturunda çıx olan hissəyə baxıb kvadrata qaldıram. Kök altda 7-nin kvadratı 7-dir. Kök altda 6-nın kvadratı 6-dır. 7 çıx 6 1-dir. 1-ə böləndə onsuz bilirik ki, ifadə dəyişmir. Uşaqlar, burada kvadrat var. Kök ilə kvadrat itəndə nədə çıxır? Modulda. Burada qalır modulda. Kök 7 üstə gəl kök 6. Onsuz müsbətdir deyə modulu yazmıram. Burada da modulda qalır kök 7 çıx kök 6. Böyük kök olanda da, yəni böyük ədəd birinci gələndə də modul yazmağa ehtiyac yoxdur. Olur çıx, qabağında çıx var da. Çıx kök 7, çıx mənfi. Çıxla mənfi olur. Mənfi vuranda olur müsbət. Kök 7-lər gedir, qalır 2 dənə kök 6. Diqqətli olun. Sadə sualdır, sadəcə uzun görüb qorxursunuz. 53. Vergüldən sonra bir dənə ədəd görəndə 10-da yazırsınız. Kök altda 10-da 9, kök altda 10-da 36, 10-da 121. Kök altda 9-dan nə çıxır? 3. Kök altda 10-dan heç nə çıxmır.
Kök haqqda 36-dan nə çıxır? 6. Kök haqqda 10-dan heç nə çıxmır. Kök haqqda 121-dən nə çıxır? 11. Kök haqqda 10-dan heç nə çıxmır. Eyni ortaq məxrəcə gətirirəm kök 10. Sürətləri toplayıram. 3, 6, 11. Neçə eləyir? 20. Bayaq demişdik, məxrəcdə kök olmaz. Mütləq qoşmasına vururam. Məxrəci durduq yerə kök 10-a vurduğuma görə sürəti də kök 10-a vururam. Eyni kökə vuranda həmin ədəd alınır. Burada da 20 kök 10. 20-ni 10-a böləndə 2. 2 kök 10. Cavab olur 2 kök 10. Yəni Y variantı. 57 maraqlı sualdır, kreativ sualdır. Siz misala baxıb 31 görəndə tutmalısınız ki 32 çıx 1 deməkdir. Axı bizim 2 üstü 5 32-dir. 1-i çıxanda qalır 31. Aha, burada da 2 üstü 10 görürəm. Deməli 2 üstü 5-in kvadratı yaza bilərəm. Aha, yanında bax bunu durduq yerə kvadrata qaldırdımsa, bunu da kvadrata qaldırmalıyam axı. Onda yanında 1-in kvadratı çatmır. 1-in kvadratı neçə eləyir? 1. Deməli uşaqlar, -1 bura getdi. -3-ün sol tərəfdə yazıram. -3-ün -1-ini verdim. Nə qaldı? -2-si. -2-ni indi qıraqda həll edəcəm. Yazıram, üstə ardın yazıram. 2 üstü 6. Axı 3-ün birini verdik, ikisi qalmışdı, ikisini də bura verdik. İndi həll edirəm. Bu düsturdur. A kvadrat çıx B kvadratın düsturudur. Bir dəfə 2 üstü 5-dən 1-i çıxıram. Bir dəfə də 2 üstü 5-dən 1-i toplayıram. Burada da 2-ni çıxarıram uşaqlar. Yenə 2 üstü 5, 6 dənədən 1-ini çıxartdımsa 5 dənəsi qaldı. Bildiniz, bax 2-ni çıxartdım, 5 dənəsi qaldı. Burada da 1 qaldı. Burada da 2 üstü 5 çıx 1. Sürətdə ortaq olaraq nə görürəm? 2 üstü 5 çıx 1-lər. Kök altında 2 üstü 5 ortaq çıxartdım önə. İçəridə nə qalır? 2 üstü 5 üstə gəl 1, üstə gəl 2 qalır. Bölünsün 2 üstü 5 çıx 1. Bunlar ixtisar gedir. Qalır kök altında 2 üstü 5 32-dir. 32-nin üstünə 3 gəlin. 35. Qalır kök altında 35. Y variantı. Qeyri-adi sual deyil. Amma düşüncə tələb edir. 63-cü sual. Deyir kök altında, yox. Ədədin üstündən belə bir xətt görürsə, 2 rəqəmli ədədlər, 3 rəqəmli ədədlərdir. Yəni təklik onluq söhbətləridir. Kök altında 10A üstə gəl 1 dənə B. Bu uşaqlar təklik onluqdur axı. Bu da təklik onluq. 10B üstə gəl 1 dənə A. Alınır kök altında nə? 11 dənə A üstə gəl 11 dənə B. 11-i ortaq çıxara bilərəm. Nə qalır? A üstə gəl B. Deyir ki, bu kök rasionaldır. Uşaqlar, rasional nə deməkdir? Kökdən çıxan. İndi gəlin düşünək. 11-i nəyə vursam kökdən çıxar? 11-i 11-ə vursam. Çünki 11-i 11-ə vursam 121 eləyəcək və kökün altından çıxacaq. Amma daha hansı ədədin axı 11 sadə ədəddir. Ancaq və ancaq 11-ə vurulanda kvadrat eləyir və kökdən çıxa bilər. Ona görə A üstə gəl B ancaq 11 ola bilər. Və biz də bilirik ki, bunlar tək rəqəmli ədədlərdir. Yəni A ilə B 0-dan 9-a qədər qiymətlər ala bilər. Getdik. A-ya 0 versəm B 11 eləyəcək, amma bizə tək rəqəmli lazımdır. A-ya 1 versəm B 10 eləyəcək, amma bizə tək rəqəmli lazımdır. A-ya 2 versəm B 9-dur, 3 versəm B 8-dir, 4 versəm 7-dir, 5 versəm 6-dır. Ardından davam edeyim. Təbii ki, 6-da versək 5-dir, cəmi 11 olmalıdır. 7 versək 4-dür, 8 versək 3-dür, 9 versək 2-dir. Bu qədər. Sayın görün, neçə dənə ədəd ödənir AB ədədini? 29 olar, 38 olar, 47, 56, 65, 74, 83, 92. 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 dənə. Yəni 8 dənə ədəd ödənir, rasional ədəd olaraq oradan çıxır.